Şəhid övladları üçün gənclik düşərgəsi təşkil olunub. Layihə Yaşad Fondunun Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Goranboy rayon icra hakimiyyətinin Asan Könüllülər Təşkilatının İnalant İnkubasiya və Akselerasiya Mərkəzinin, Bakı Psixologiya Mərkəzinin və İnsan Resursları Asosiasiyasının dəstəyi ilə baş tutub. Əsas məqsəd gənclərin intellektual, sosial və şəxsi inkişafına dəstək olmaq, onların yaradıcılıq və komanda ilə işləmə bacarıqlarını gücləndirmək olub. Düşərgə müddətində onlar üçün Heydər Əliyev və Azərbaycan Gəncliyi adlı sənədli film nümayiş olunub. Komanda quruculuğu mövzusunda interaktiv oyunlar təşkil edilib. İnnovasiya və ideya generasiyası mövzusunda təlimlər, startap anlayışı və təqdimat bacarıqları üzrə sessiyalar keçirilib. 2026-cı ilin əvvəlinin olmasına baxmayaraq, Yaşad Fondu artıq sayca 3-cü layihəni həyata keçirdi və qarşıda da müxtəlif sosial layihələr həyata keçiriləcək ki, bu da şəhid ailə üzvlərinin dünya görüşünün formalaşmasına, onların asudə vaxtının səmərəli keçməsinə, yeni dostluqların qazanılmasına öz müsbət töhfəsini verəcək. Bu layihədə 50-yə yaxın şəhid övladı bir aradadır. Onlar bir-biri ilə dost olurlar, tanış olurlar, tanıyanlar təkrar görüşürlər. Artıq biz bu uşaqlarla 6-cı ildir ki, bir yerdəyik, bir çox layihələr həyata keçirilmişik və bundan sonra da bu layihələr həyata keçiriləcək.